bir kompozisiya hissəsindən keçid edəcək. Ondan sonra da imza mərasimi qonaqlar. Sağ olun. Size memnun olduk. Görüşürüz. Yaxşı olacaq. İnşallah. Xeyirli olsun. Siz Sağ hazır. olun. Təbrik edirəm. Təşəkkür edirəm. Əlimizdə deyil. İncəsənət arşivi. Bugün biz Azərbaycan Yazıçılar Birliği'nin üzvü, Dünya Genç Türk Yazarlar Birliği'nin üzvü, Prezident Təqaüdçüsü, şair, dramaturg, yazıcı Elçi Məhərrəmin yeni kitabının imza gününe toplaşmışam. Elçi Məhərrəm çağdaş edəbiyyatımızda orijinal üslubun yazıçılardandır. Onun əsərlərində insanın daxili səssizliyi, mənəvi mübarizəsi və gerçəkliyin absurd təzahürləri özləməsi şəkildə ifadə olunur. Müəllifin pyesləri ölkənin Gəncə, Mingəçevir, Qaf və bir sıra dövlət teatrlarında peşəkar rejissorlar tərəfindən səhnələşdirilmişdir. Hörmətli tamaşaçılar, tədbirimiz fərqli formatdadır. Öncə siz müəllifin əsərləri əsasında hazırlanmış qısa bir kompozisiya izləyəcək, həm də müəlliflə canlı söhbət aparacaqsınız. Başlayalım. Qarşınızda Ölü Xatirələrin kitabı, Dükanın kitabının müəllifi, yazıcı, dramaturg, Elçi Məhərrəm. Təşəkkür edirəm. Elçi, xoş gəlmişsiniz. Təqdimata görə çox sağ olun, minnətdaram. Hər birinizi salamlayıram, xoş gəlmişsiniz deyirəm. Ümid edirəm ki, bu imza mərasimi, bu kitabın təqdimat günü hər birinizin ürəyincə olar. Buradan xoş arzularla, xoş istəklərlə, təəssüratlarla evinizə yollanarsınız. İcazə versəniz, ayrıca təşəkkür eləmək istəyirəm. Bütün teatrın kollektivinə, başda teatrın rəhbəri Vəfadar Rəhimov olmaqla hər birinizə ayrıca təşəkkür edirəm ki, əziyyət çəkmişsiniz. Sizlərin sayəsində oldu bu təqdimat mərasimi, imza mərasimi. Ayrıca təşəkkür eləmək istəyirəm az sonra izləyəcəyiniz kompozisiyanın quruluşçu rejissoru, ölkənin tanınmış kino və teatr rejissoru, prezident mükafatçısı və altını iki xətlə xəttləyirəm və deyirəm, regionda ilk özəl teatrın yaradıcısı Cavid Təfəkkürə. Gəlin, onları bir ürəkdən almışlar. Çox sağ olun, minnətdaram. Siz sağ olun. Dövlətləndiri hazırlıq prosesində mən də paylaşmalar etmişdim ki, məhz bugün imza günü olacaq. Bir sıra suallar mənə ünvanlandı ki, bəs bu sualları müəllifə verərsən. İndi bir neçə sual hazırlamışam, bunlar sizə vermək istəyərdim. Bir də qonaqlarımız arasında Elçi Məhərrəmə sual vermək istəyən olsa, buyursun, sevə-sevə səsləndirərik və mənə elə gəldi ki, Elçi Məhərrəmlə həmin sualları cavablandırır. Elçi, ilk sualım belədir. Sənin sonuncu kitabın Ölü Xatirələrin Dükanı adlanır. Və mənim üçün mənim xatirələrim həmişə yaşardır. Acı da olsa, şirin də olsa, keçmiş də olsa, lap keçmiş də olsa, yəni nə zamansa dünyanı dəyişərəmsə, özümlə bərabər dəfn edərəm. Amma sən maşallah, cavan olman, özümdə sağlam, niyə xatirələr öldürürsən ki? Təşəkkür edirəm Endur müəllim sualı görə. Sualı kim verib bilmirəm, amma maraqlı sualdır. Ümumiləşdirmişəm. Ümumiləşdirmişəm. Elə mənim bu kitabımın yazılma məramını, məqsədini açıqlayır bu sual. Niyə görə Ölü Xatirələr Dükanı? Axı biz bilirik, gəlin biz xatirə məfhumuna biz toxunaq. Xatirə nədir? Xatirə keçmişlə bağlı canlı bir orqanizm. Hansı ki biz onu yada salanda o canlanır, istər-istəməz nəfəs alır, onun kapilyarları işləyir, venası işləyir.
Amma mənim xatirələrim heç bir canlı nümunəsi yoxdur orada, heç bir canlı əlaməti yoxdur. Artıq daşlaşıb, artıq yadlaşıb, artıq heykəlləşib. Niyə görə? Artıq bunu öyrənmək üçün kitaba müraciət etmək lazımdır. Qanuniyyətli gəldi ki, tamaşaçılarımızın bu sualını cavabı. Əllərdə olsa bir sual vermək istəyirəm sənə, bu kitabı yazmağa səni hansı duyğu gətirir? Bu da maraqlı sualdır. Bu da hansısa, haradasa mənim məqsədimi, məramımı açıqlayır. Hansı duyğu gətirdi, yox, hansı duyğular gətirdi demək var. Təbii ki, təbii ki. Bilirsiniz, mən səhər tezdən durdum və mən əlimə qələmi aldım, yazdım. Belə bir şey kimsə eləyə bilər, amma mən bu cür eləməmişəm. Bu 5 ilin təcrübəsidir, 5 ilin sınavıdır ki, mən başladım yazmağa. Bu nəyə oxşuyur? Evdə bunu təcrübə də eləyə bilərsiniz və mən eləmişəm. Bir güzgü götürün, bir dənə də çınqıl daş, eyni məsafədən həmin o daşı güzgünün üstünə atın. Birinci gün heç nə olmayacaq, ikinci günündə 3, 4, 5, 1 ay. Artıq 1 ay 15 gündə görəcəksiniz ki, o güzgü o ayına artıq çatdı. Məndə də bu cür oldu. Artıq o yığıldı, o emosiya, o duyğular və necəsə mən bunu bir növ katarsis yaşadım. Təmizlənmə olmalı idi, mütləq ki, haradansa çıxmalı idi. Tələbələr də buradadır, gülürlər katarsis məsələsi. Onlar çox keçmişəm katarsisi. Bir-ikisinə də öyrətmişəm hətta katarsis məhkumunu. Necəsə bu katarsis yaşanmalı idi. Öncə mən bunu terapiya kimi fikirləşdim, bu yazmaq prosesini. Bu mənim üçün bir terapiyadır. Ondan sonra özümü terapiya alandan sonra artıq fikirləşdim ki, cəmiyyət də haradasa bu terapiyaya məruz qalmalıdır. Haradasa cəmiyyət də bu katarsisi yaşamalıdır. Ondan sonra başladım yazmağa. Allah çox sağ ol. Tamaşaçılarımız arasında sual vermək istəyən var. Buyurun. Zəhmət olmasa Sərdar xanım. Zəhmət olmasa görün. Çox hörmətli Yemişəqay, ilk öncə mən sizə imza günü kitabının çıxması münasibətilə səmimi qəlblə təbrik edir, davamlı olsun deyirəm. Mənim sizə sualım ondan ibarətdir ki, insanın həyatında yaşadıqlarını yazır, onu əksəriyyətlərdə bir şair, bir yazıcı öz həyatından təsirlənərək yazır çox vaxtı. Sizin həyatınızda nə oldu ki, belə siz başladınız ondan sonra şeirlər yazmağa, hikayə və sair yazmağa başladınız? Yəni, nə yaşadınız ki, sonra yazmağa başladınız? İnşallah onu da kitab təqdimatında, imza mərasimində biz iştirak edən maraqlı sualdır. Necə oldu mən yazdım? Əslində, bundan əvvəlki verilən sualda bunu cavablamışam. Birinci, biz baxmaq lazımdır, insan nəyə görə yazır. Məşhur Amerika dramaturgu Erich Bentley deyir ki, sənət necə yaranır? Sənət insanın ağrısı və fantaziyasının qarşılığından yaranır. Mənə görə ağrı çəkməyən bir insan ümumiyyətlə yaza bilməz. Mütləq ağrı olmalıdır, o səni sövq eləməlidir. Təcə yazma prosesi deyil, incəsənətin bütün sahələri bu cür. Rəssamlar da ağrı çəkməlidir, o nəyəsə şəkli çəkməlidir. Heykəltaraşlar da ağrı çəkməlidir ki, o gillər üstündə, o daşlar üstündə nəsə bir fiqur düzəltməlidir. Mənim üçün də o cür oldu. Yəni bir ağrı çəkmişəm. Bu ağrı nədən qaynaqlanır, nə cür qaynaqlanır? Bu cəmiyyətdə baş verən proseslərdir məni ağrıdan. İnsanın mövzu da verdin mənə, çox maraqlı mövzu verir. İnsanın yadlaşmasını daha çox mən əsərlərində, hekayələrində, pyeslərində. Şeir biraz ondan fərqlidir. Şeirdə biraz şuuraltı daha çox ön plandadır. Amma hekayələr və pyeslər şuurlu şəklində yazılan bir belə deyim, mətnlər. Mənə görə insan ağrı çəkirsə, insan əzab çəkirsə, deməli o insan. Mən də bu insan əzablarını öz pyeslərimdə, öz hekayələrində göstərmişəm. Artıq bunu nə cür göstərmişəm, necə göstərmişəm, artıq bu sizin oxucularına qalır. Sual vermək istəyən var? Buyurun, Şarima. Zəhmət olmasa Sərdar xanım. Birinizi salamlayıram. Elçin bəy, sizi başlamaqla atarsınızı salamlayıram. Mənim kitabı gözdən keçirdim. Burada diyalog şəklində irəliyir və mənə bir şey maraqlı, hər zaman bir müəllifə vermək istədiyim sual olub ki, buradakı personajların isimləri, bəzilərini gördüm. Nəyəsə əsaslanıb seçmişsiniz, yoxsa necə? Bu sualınıza görə deyim ki, sıradan bir isimlər deyil. Hamısının öz anlamı, hamısının öz mənası var. Onları açmaq lazımdır, onları təhlil eləmək lazımdır. Bu da oxucudan asılıdır. Mən oxucuya diktə eləyə bilmərəm ki, sən bunu bu cür eləməlisən, bu cür oxumalısan. Yox, mən
yazıram, mən orada simvolika ilə göstərirəm, artıq oxucudan asılı, intellektual oxucudan, intellektual oxucu məsəl üçün onu vərəqləyəcək ki, şu müəllim burada nə demək istəyirdi. Artıq gedib çıxacaq Dostoyevskinin hər hansı bir əsərinə, oradan fırlanacaq gələcək Viktor Hugo'nun hər hansı bir əsərinə. Deməli, artıq paralel həm Viktor Hugo'nu oxuyacaq, həm Dostoyevskini oxuyacaq. Bir növ intertekstuallıq yaratmışam mən mətnlərdə. Rəcəb, bir sual da məndən gəlsin sənə. Deməli, oxucu bu kitabda nəyi hiss etməlidir və nəyi düşünməlidir? Oxucu nə istəsə düşünə bilər. Konkret yenə deyirəm, mən despot müəllif deyiləm ki, deyəm ki, bunu düşünməlidir, bu cür olmalıdır. Məşhur Rus yazıcı Vladimir Nabokovun Tolstoy'u təhlil edir Vladimir Nabokov. Tolstoy'un hək, böyük bir ədəbiyyat ki, bütün ədəbiyyatlar silinsə, Tolstoy tək xilas eləsə, deməli ki, bütün dünya ədəbiyyatını xilas edir. Amma Nabokov nə deyir? Deyir, Tolstoy harada mənə lazımdır? O ki, Anna Karenina'nın o buruq-buruq saçlarının, onun ağ bədəninin necə tökülməsini təsvir edir. Oradan müəllif mənim üçün əzizdir, mənim üçün doğmadır. Hansı ki, o təsviri qoyur kənara, başlayır mən ağıl öyrətməyə, mən o Tolstoy qəbul eləmirəm. Yenə deyirəm, mən əsərlərimdə, mən mətnlərimdə sizə ağıl öyrətməyəcəm. Mən dünyanı sadəcə təsvir edirəm. Amma dünya bu cürdür. Nəyə görə? Ön sözü də Həmid Püriyev yazıb. Lənkəran Dövlət Dram Teatr Ədəbiyyat Müdürlüyü tanınmış bir yazıcıdır, həm də tərcüməçidir. Orada da mənim o təhlillərində görür ki, nəyə görə müəllif bu suala cavab axtarır? Dünya nəyə görə bu cür oldu? Nəyə görə biz təcrid olunduq? Nəyə görə biz silindik və yadlaşdıq? Orada bir qızınız var, sual vermək istəyirsiniz. Buyurun. Olmanın ibarətdir ki, oxucularımızdan gözləntiləriniz nələrdir? Oxucularımızdan gözləntilər nələrdir? Diqqətli olmalarını gözləyirəm, diqqətli və çox oxumalarını gözləyirəm. Hansı ki, bu bir mətindir, mən bunun şəklini çəkim, bölündə oxuyunu paylaşım, mən oxucuyam, bunu istəmirəm. Məncə, heç bir müəllif bunu istəməli. Əksər oxucular əslində bu cür məsələ çəkir, paylaşır, gözəl cümlələrdir, fikir. Mən istəyirəm ki, mənim oxucum alt qatlara çatsın, dərinliklərə baş vursun. Hansı ki, mən onu yazanda dərinliklərə baş vurmuşam. Mərhum, mən də çox sevdiyim bu şair, mərhum Faiz İsmailov ki, mən onun yazıcılığından çox bərələnmişəm. Onun bir şeiri var, İlhamə Hamburqadır, Rəhəm onun yoldaşıdır, gəlməliydi, yəqin ki, müəyyən səbəblərdən gələ bilmir. O deyir ki, mən şeirlərimi, dişlərimi damağıma sıxıb yazmışam. Siz necə oxuyun? Bəli, dişimə sıxıb oxuyun. O cür oxumaq lazım. Mənim mətnlərimdə o cür oxumaq lazım. Mən İbrahim bəy gördüm, sual vermək istəyirəm. Buyurun İbrahim bəy, mikrofon sağlıqlansa. Hər vaxtın xanımlar və cənablar, elçi məhərrəm gələnliyi mən biraz bilirəm. Az da olsa bədələm, daha doğrusu əslində çox bədələm. Amma bu təqdimatda bir xırda sual verəcəm. Əvvəlcə oğullar arzuluyum, indən sonraki arzuluyumuzda və bir sual verim. Niyə bizim kitab təqdimatlarımız artıq peşəkar və qeyri-peşəkar show-biznes məhsullarının təqdimatına dönür? Niyə hər kəs istəyir ki, qara piyarla, nə bilim, biraz ucuz piyarla, məsəl üçün, hər hansı bir təqdimat eləsin, üzə çıxsın, tanınsın. Necə ki, son illərdə xırda dükanlara populyar müğənniləri gətirib, açılış eləyən kimi, məsəl üçün, show-biznesin məhsullarından istifadə edərək biz özümüzü tanıtmaq, sosial şəbəkələrdə tanıtmaq, bəlkə elə yazarlar, elə yazıları ilə birbaşa digər show-biznes məhsulları ilə, mədəni irsi məhsullarla deyil də, yəni yazarlara xas olmayan tərəflərlə deyil də, birbaşa yazıları ilə təqdimata başlasınlar, ümumiyyətcə bu cür tanınsınlar. Kimsə avtobusda kitab satmaqla deyil, kimsə siyasətə birbaşa əslində müdaxilə olmalı, qarışmaqla deyil, hər hansı bir atmacalarla deyil, yazılarıyla hamısı daha yaxşı var. Niyə biz bu günə düşmüşük? Siz düşünürsünüzmü ki, sizin yazılar, sizin kitabınız oxucular tərəfindən həqiqi mənada oxunacaq və əlavə olaraq bir nüansda deyim, siz
bilirsinizmi, bizim gençlər və ümumiyyətcə cəmiyyət kitabları oxumur. Səbəb nədir? Təşəkkür edirəm. Bu suala bir cavab versək, yəni olar ki, bütün problemləri həll eləmiş sayılır. Mənə görə bu işin başında müəyyən qurumlar dayanmalıdır, müəyyən nəzarət, belə deyim, məntəqələri olmalıdır ki, nəzarət eləsinlər, kitabın çap prosesini nəzarət eləsinlər, hətta kitabın təbliğatına nəzarət eləsinlər. Amma heyf ki, biz onları görmürük. Müəllifə də nə qalır? Özü necəsə özünü reklam eləsin, özünü necəsə satsın. Baxın, mən məsəl üçün burada müəllif deyəcəm, həqiqətən onu kim tanıyırsa, əlini qaldırsın. Rahim Dünyamalı, kim tanıyır onu, Rahim Dünyamalı? Cavit müəllim rejissordur, yenə də yazıçılar, yenə də şairlər. Heç bir oxucu Rahim Dünyamalı tanımır. Halbuki Rahim Dünyamalı dünya səviyyəsinə, dünya ədəbiyyatına çıxası bir insan. Kimin problemidir? Rahim Dünyamalının problemi deyil. Onun əsərinin, onun tərsinə addımlayan Kölgələr kimi möhtəşəm bir roman var. 48 yaşında özünü öldürdü, intihar elədi. Eləməzdi, amma elədi. O da başqa bir problem, o da başqa bir mövzu. Onun problemi deyil, onun ailəsinin problemi deyil. İmkanı çatmır onu dünyaya çıxarsın, imkanı çatmır onu dünya ədəbiyyatından qovuşdursun, dünya oxucusu ilə qovuşdursun. O kimin problemidir? O düzgün təbliğat aparmamağın problemidir. O, mən müxtəlif qurumları, adı burada çəkmək istəmirəm. Onları haradasa elə günahkar hesab edir. Çox sağ olun. Orada bir qızımız var, müsaadə. Mən sual budur ki, sizi bu sənətdə dəstəkləyən kimsə varmı? Sual dəqiqləşdirək. Maddi misə mənə, qardaşım? Hər ikisi. Hər ikisi. Biz mənəviyyat adamlarıyıq. Daha çox mənəviyyata fokuslanır və bu mənəvi cəhətində aspektlərində mən cavab verim. Öncə mənim valideynlərimdir, başda anan olmaqla mənə çox dəstək olur. Mənim qohumlarımdır, daim olur, hər dəqiqə mənə dəstək olur. Hər saniyə, hər adamda mənə dəstək olur. Sənət adamlarının mənim qaracılığıma birbaşa təsirləri var, burada özləri də əyləşir. Mən çox istəyərdim ki, mən ustadı görmürəm, Ustad İsmail Mazadə səhətlə bağlı müəyyən naxoşluqları var, ona görə gələ bilmədi. O mənə çox dəstək olur. Burada prezident mükafatçısı, Azərbaycan Yazıçılar Gününün üzvü, Respublikanın böyük şairi, Elşən Əziz buradadır, mənə çox dəstək olur. Ona çox təsirlənmişəm. Dramaturgiya sayəsində özü burada olmasa da elə bir söz var, Allah'a buradadır. Mən dramaturgiyanı mənə teatr sənətində də, müsal medəli mənə çox dəstək olur. Verdim, Cavit Təvəkkül orada qaçdı, bir iki ona adım çəkəcəm. O mənə dəstək olur. Çox sağ olun. Sənə mən sonuncu sualını vermək istəyirəm. Çox fikirləşim bu sualı sənə verim, yoxsa verim. Deməli, mən sənə tanıdığım üçün bilirəm ki, sən əsərlərinin qəhrəmanlarını real həyatına seçir. Yəni, mənfi və yaxud da müsbət qəhrəmanları da elə tanıdığım insanlardan obrazlaşdırırsın. Sən öz əsərində mənfi obraz kimi göstərdiyin bir şəxs, hansı bir real həyatdan seçmirsən, değil mi? Şəxs. Real həyatda ölüm əyaqında olan birinə öz orqanlarına bağışlayır. Sən öz peşmançılıq hissi keçirərsənmi, yoxsa fikrini dəyişən müəllim insana qarşı? Bilirsiniz, müəllim daşınan sünnindən deyil, təbii ki, peşmançılıq hissi keçirəm, amma mən yazmamışdan da var. Ümumiyyətlə mən, məsəl üçün, Elnur müəllim mənim Havadistan Bağırtıları Eşitmir hekayəsində bir obrazı canlandırmalı. Onu yazmamışdan da var, təhlil edirəm. Onu yaxşı, müsbət və mənfi keyfiyyətlərini analiz edirəm, atalar demiş, 100 ölçüb bir içinə, ondan sonra mən yazarım. Səhv eləyə bilərəmi? Bəli, eləyə bilərəm, mənə oxucu bağışlasın. Amma belə bir nüans da var. Məsələn, tarixə gələn nəzər salaq. Adolf Hitler, mən özümü sevmirəm, amma onu sevənlər kifayət qədərdir. 50 milyon insanın ölümünə səbəbkar olur bu persona deyək, bu şəxsiyyət deyək. Mənfi mənim üçün obrazdır, mənfi qəhrəmandır. Amma gəlin onu kimdən soruşaq? Onun yaxın ətrafı Goebbelsdən soruşaq. Onu Himmlerdən soruşaq. Necə təqdib eləyər Adolf Hitleri? Bəşəriyyətin bir xilaskarı kimi, bir İsa Məsih kimi, düzdürmü? Mənə görə, məsələn, Hitlerin gəlin yaxşı tərəflərini də götürək, o heyvanları çox sevir.
Heyvanları çox sevir, hətta heyvanlara o müəyyən o radiasiyadan, kimyəvi zəhərlənmədən təsirlənməsin deyə əleyqazlar da hazırlatmışdı. Bəli. Yaxşıdırmı? Ümumi gəlir çəkiyə qoyaq, mən heç nə demirəm. Çəkiyə qoyaq, oxucu da buradadır, tamaşaçı da buradadır. Özləri qələmə, özləri qiymət verəcək. Mən bu cür yanaşdım. Çox sağ olun. Təşəkkür ederim. Sağ olun, təşəkkürlər. Hörmətli tamaşaçılar, indi isə müəllifin dünyasına biraz da səyahət edək. Onun şeirləri əsasında hazırlanan səhnə kompozisiyasını izləyək. Sizə bir kompozisiyadan suallarım olacaq. Suallara fərqli, kreativ cavab verənlər müəllif tərəfindən kitabla hədiyyələnəcəklər. İndi isə kompozisiya çox maraqlı, möhtəşəm olacaq və sizdən bir alqışlar istəyirəm. Zəhmət olacaq. Hüküm verildi. Taxtı ağır ağır cəllad zamanın baltası. Bu ne biricidir, ne de sonuncu. Eşafotu yoxdur onun. Eydam yeri təqaüd aldığım bankomatın qabağı. Təyyarənin yumuşaq oturacağı. Sevgilinlə nə varsa yatdığın yatağın kənarı. Dünən saydım. Düz 32 baş tullandı boşluğun qara çuxuru. Düz 32 min dildə qışqırdı qara çuxur. Qışqırdı ki daha bəsdir, yerim yoxdur. Mən şair ürək, rəssam əli, filosof dili istəyirəm. Göndər gəlsin, onlara ki yerim çoxdur. Hüküm verildi. İndi bir anda cəllad zamanın iti baltası. Bir şairin fakt geçirdiği yeni şeirini yazarken bir ressamın tükəsini tapdılar. Top mermisinin tozanağı çekiləndə bir filosofu dilindən astılar. Tanış saat gülləsinin əqrəbindən. Bu ne birincidir, ne de sonuncu.
saçlarından aslında yani. Kisə lampasının soyuqdan çatladığı bir axşamdır. Qoy kipriklərin kölgələnməsin yanağına dartılan çok dodaqları. Mən yağış istəyirəm. Özün de bilirsən ki, bir iki damcı, bir iki acı göz yaşı yağdır kaktuslara. Qohum dilimə. Mən alqış istəyirəm. Sən ki bilirsən, bir iki çəpi alqışdır. Səhrada çalan Beethoven. Yoldaş evlər. Təzədən gözəl qadın. Saçlarından aslında yani. Pulana düşmüş cavan albalık bağında. Bir akşam. Böyük avtobus gürzə kimi fısıldayaraq dayandı. Elə bil o kimsə qorxutmağa çalışır. Deyirdi gəlin, sancarım. Minmə, çox uzağa apararam. Geceler geçmedi. Tenha şairlerin bir de yoldaşını gözleyen tenha kadınların evlerindeki soğuk işi.
və dəhşətli bir darıxma düşər canlarına. Nəzərə alsaq ki, darıxmaq dar bir otaqda tarantula ilə üz-gözə tutmaq. Hər ikisi ağlayarsan gecə. Birinin mürəkkəbini içər mələklər, o birinin də göz yaşlarını çəkər. Qapsın yerine. Bir səs yan otaqdan gecənin sükut pərdəsini yırtar amansızca. Hər ikisi diksinər. Birinin yarımçıl yazıları düsyana qalxan, o birinin beşikdəki ac. Körpəsi də ağlayan. Onu da bilməliyik ki, hər misra şair qələminin dünyaya gətirdiyi nadinc bir uşaqdır. Sensizliğin aldanma gecemine böyle kuruşlar hamiledir karanlığım ve sen her şeyden korkan kişi gerek dostlaşasan bu geceyle çünkü yalnız o söylediktir karanlığa ve birce o bilir öptün şarabı Nice ki sen, sadık sen, ben alıp
Səssizliyini aldanma gecəm. Ən böyük aygırışlara hamilədir qaranlıq. Və sən hər şeydən qorxan kişi gərək dostlaşasan bu gecələ. Çünki yalnız o sadiqdir qaranlığa və bircə o bilir ən tünd şərabın yerini. Necə ki sən sadiqsən tənhalığa, ayrılığa və bircə sən bilirsən içkilərin dilini. Sən də sevməlisən bu gecəni yorğunum. Çıxararaq gündüzü dərdsiz bir paltar kimi. Silərək makyajı, yunaraq boyadan atmalısan özünü qaranlığın boynuna. Qorxma. O tikər sənə gözəl paltar. Gecə bacarıqlı bir mənzil. O örtər sənin yanına. Gecə makyaj ustası. O alar səni boynuna. Gecə ömür bir sevgi. Yuxularının qonağı ilə indicə qarşılaşdı. İri dumanlı gözləri. Qara oversize şöni. Mavi tint şalvar. Şabalıda karisasıyla sanki Japon animasyasından ilham çıkan bu. Bu kız sosyal mesafe tablosunu sındırarak, daha doğrusu ağını çıkararak karşımda dayanmıştı. Aramızdaki mesafe dodakları arasında ıslanan sigaretin uzunluğu kadar yakındı. Kar sigaret olmuyor. Alışkan
Alışan. Bu değil. Mən onun sigaretini sonuncu kibrit dənəsiyle almışdım. O ise benim küllenmiş kalbime bir qızılcım saldı. Kaş sigaret olmuyor. Oksijenin miktarını sigaretin sonuncu tüstüsüyle azalttıktan sonra belki de etik kaydaları mənasız gördüğü için sağollaşmadan döndü, gitti ve gitti. O tapıntısı monotonlaştı. Otaqdan gələn qəribə, şirin bir tüs deyil, zəngli saatdan qabaq oyatdı məni. Qoxu zəncirin altında masaya yaxınlaşdı. Kiçik kağız parçası, səliqəsiz bir cümlə. Güc oldu. Mən sigaret almaya gedim. Kaş sigaret olmadı diye düşündüm. Cəllat zamanın itibaltası. Bir şair infak geçirdi yeni şeirini yazarken. Bir ressamın tükəsini tapdılar top mərmisinin tozanağı çəkiləndə. Bir filosofu dilindən astılar tanış saat gülləsinin əqrəbindən. Bu nə birincidir, nə də sonuncu.
Diyaslarda. Şamil Əli. Yusuf İlkənidir. Gülbaha Yusufova. Rəçan Fakifə Adilbəyev. Səs rejissoru Gülay Söhrabova. Gülşən Zafarova. Mingəçevir Dövlət Universitetinin tələbəsi. Musiqilər. Hüseyin Hasanov. Fatime Salmanlı. Erşen İsmailzadə. Lale İsmailova. Erşen'in dalgasını. Ve kompozisiyaya dönmüş belə. Mingəçevir Modern Teatrın rəhbəri. Prezident mükafatçısı. Tanınmış kino ve tiyatro rejissoru. Cavit Tənəkkür. Çok sağ olun. Buradaki balacağlar, aktörlerimizi bir daha gürültü alkışlarla. Çok sağ olun. Çok sağ olun. Hoşunuza geldi. Bir daha alkışlar geldi. Ben burada mətbuatın nümayəndələrini görürəm, salamlayıram sizi. Siz gençlər deyirdiniz ama nasıl? Hörmətli tamaşaçılar, kompozisiyadan öncə mən sizə xəbərdar etmişdim ki, və xahiş etmişdim ki, diqqətlə izləyək. Çünki tamaşadan suallar verəcəm və suallara dolğun, fərqli, kreativ cavab verənlər müəllif tərəfindən kitablar hədiyyə alacaqlar. Birinci sualım, elə tamaşanın birinci hissəsinə aiddir. Özünü saç ilə boğan gəncin oynadığı səhnəni yadımıza salaq. Xatırınıza gələn düşdü. Orada səslənən saçların... Candan. Ay can. Bəli. Zəhmət olmasa həmin məqamı bir daha göstər. Bəli. Zəhmət olmasa bəlkə məqamı göstər. Səhnəmiz var daha orada. Özünü saç ilə boğan gəncin oynadığı səhnə. Onu yadınıza salaq. Orada saçlarından asılmaq ifadəsi nə üçün vəziyyədir? Mən sizə variantlar verəcəm. Mən göstərəcəm. Siz göstərin. Təzədən gözəl qadın. Saçlarından assınlar məni. Plana düşmüş cavan albalı tapar. Bir akşam. Almışlar. Variantları səsləndirirəm. Cavab vermək istəyənlər zəhmət olmasa şəhərə versin. Cavab etsə qaldırın. Çünki növbəti suallarına kömək edəsiniz. Olar mı? Olar. Variantları verirəm. A. Sevginin zülmündən əzab çəkmək. B. Sevginin ölümcül cazibəsinə təslim olmaq. C. İntiqam hissini ifadə etmək. D. Təbiətə qarşı simvolizə etmək. Buyur Hakan. Sevgilinin zülmündən əzab çəkmək. Evet, başqa variant. Buyur. Mikrofon sarı. Variantın adını səslənəcək olmasa bu. Necə, siz də kömək zəhmət olmasa qərarı seçməkdə. Kanunu bir dedi, bir variantı. Sevginin ölümcül cazibəsinə təslim olmaq. Səs işləyir, güzel. Bəli. Məncə bu fərqlidir. Kimisinə görə A variantı, kimisinə görə B variantı, kimisinə görə C variantı. Yəqin ki, bu suallar özünüz tərtib eləmişsiniz. Orada da bir variant. Sual tərtib eləmişəm, o cavablar... Ola bilsin ki, sizə görə üzr istəmədim. Ola bilsin ki, sizə görə A variantı doğrudur, amma yerdən elə adam məsələn deyə bilər ki, C variantı, D variantı. Sənətə A, B, C variantının doğru olmağı ilə bağlı Bəli, Biz daha suallar verdik, variantları verdik, çətinlik olmasın da. Yox, mən razı olmam. Elə mi? Hansını bir var? Siz hansını deyil, sizi hansını götürmüşsünüz? Bir var. Amma cəsarətinə görə xanıma bir hədiyyə düşür. Zəhmət olmasa imza arasında yaxınlaşarsınız. İkinci sual. Səhnəsindən bir sual. Xatırınızdadır. Bu səhnədə səsləndirilən darıxmaq boynundan balaca dar otaqda tarantula ilə yanaşı durmaqdır. Misrası nəyi ifadə edir?
göstərə bilərəm. Bəli. Mən istəyirəm ki, Eşən müəllim suala cavab versin. Mən gənclər cavab versin. Mən ümumiyyətlə bu AB variantından razılaşmıyorum. Biz siz variantınızı verin Eşən müəllim. Dəhşətli bir darıxmaq düşər canlarına. Və nəzərə alsaq ki, darıxmaq dar bir otaqda tarantula ilə üzbözə durmaq. Çox sağ olun canım. Yaxşı, Eşən müəllim, siz öz variantınızı deyin. Nə variantlar deyirsiniz? Eşən müəllim də ruh adamıdır. Eşən Eşən müəllim də ruh adamıdır. Yəqin ki, variantlardan hansısa variantlar olacaq. A variantı. Tənhalığın qorxulu və sıxıcı halı, qorxusu. Həyatdakı rahatlığı, poeziyada realizm. Buyur bizim. Mən isə qorxuna, həyəcanı, darılmaq hissini, qorxuna birləşməsini bildirir. Sizin variantdan cavabınızı əsaslanaq, burada A variantı götürülür. Tənhalığın qorxusu və sıxıcı halı. Bəli. Çox sağ olun, xalqınızı qalmışlayaq. Məncə də A variantıdır, tənhalıq. Onda kitabı Eşman necə verir? 2. Çox sağ olun. İndi səhnədə səsləndirilən kaş siqaret olmayan. Fikrinin təkrarı hansı hiss ifadə edir? Göstərin, göstərin. Variantları deyirəm. Şadman, sən variantları. Peşmançılıq və nostalji, qəzəb və nifrət, təəccüb, inatkarlıq. Bir də variantlar oxuya bilərsiniz. A variantı peşmançılıq və nostalji, B qəzəb və nifrət, C təəccüb, D inatkarlıq. Buyur. Peşmançılıq və nostalji, orada peşmançılıq çəkilir ki, kaş siqaret olmayardı. Kaş siqaret olmayardı. Elə mənim də. Növbəti variantlar da var. Bəli, Allah'ın orada. Qəzəl və nifrət deyirəm. Siz qəzəl və nifrət. Fərqli fikirlər. Amma bu fikirlər haqlıdır var. Mən deyirəm heç biri. Heç biri. Bir də imza atacaqsınız. Mən bir kitab qazandım. Bir də kitab sizə. Siz azı ikinci kitab qazanırsınız. Birinci kitab. Buyurun. Məncə də peşmançılıqdır. Çünki o deyir ki, kaş siqaret olmayardı da. Orada qadını itirir, peşmançılıqdan çəkir də. Orada fikir edir, dağılır ki, kaş siqaret olmayardı. Diqqətinizə görə çox sağ olun, cavabınıza görə iki qat çox sağ olun. Xanım bir almışlayalım. Hər üçün. Hər üçün siz. Yox, mən kitabı pulla verəcəm. Elə sizi qatma, mən siz pul verərsiniz. Ona verməsin. Dördüncü. Olma, kötük, nəyi təmsil edir? İnsan ruhunun kəsildiyi, dayandığı nöqtə, yaddaşın simvoludur, sonsuzluğun simvoludur, tənhalığın və emosional keçidlərin simvoludur, müəllifin heykələ çevrilməsini göstərir. Buyurun İbrahim. Buyurun. Üzr istəyirəm, mən bunun oxşanı və yaxud göstərdin əslində oydu. Ha, sən bəli. Allah. Bir də göstərin. Bir də göstərin. Bir də göstərin. Bəli, bəli. Yavaş. Deməli, A variantı. İnsan ruhunun kəsildiyi, dayandığı nöqtə, hansı ki İbrahim bəy bunu dəstəklədi. B variantı, yaddaşın simvoludur. C variantı, sonsuzluğun simvoludur. D variantı, tənhalığın və emosional keçidlərin simvoludur. Y variantı, müəllifin heykələ çevrilməsini göstərir. Çox xahiş edirəm ki, hər qaldırıbsa, hamısınızdırsa, mən üçün də maraqlı cavablar. Elə mənim. Buyur, variantı. Mənim fikrimcə də A variantıdır. Sən fikircə A. İbrahim Əbi dəstəklədir. Aferin. Buyur, şahidin. Çox sağ olun. Bir kitab var. Məncə sonuncu variantda müəllimin burada heykələ çevrilməsi verirsin. Sonda o çıxır kötüyün üstündə heykəl kimi dayanır. Məncə sonuncu variant. Sonuncu variant. Bu birinci sırada oturan qardaşımız. Sağlık hamısın. Fikrimcə də iyi variantıdır. Sonda da aktyor çox sağ olsun. Bir növü bizə cavab verirdi ki, yəni duruşundan göstərdi ki, bu müəllifin
heykəllə bağlı olan bir fikirdir. Məncə də Y variantıdır. Çox sağ olun. Mənə Elşən Əzizin variantı var. Məncə hamısı. Məncə də hamısı. Almışlar. Bir artıq da tarihdən üçün gəlsin. Hər şey yaxşıdırsa, indi isə bizim bugünkü görüşümüzdə bir sıra münasirlərimiz iştirak edir. Elçi Məhrəm yaradıcılığı haqqında söz demək üçün Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü, tanınmış şair Elşən Əzimi dəvət edirəm. Əziz Mingəçevirlilər, ədəbiyyat həvəskarları, oxucular. Mən burada əsas gənclərin çoxluğunu görməkdən çox şadam, ümid yaradır ki, Mingəçevirdə gənc bir oxucu auditoriyası formalaşır və Elçin Məhrəm haqqında çox danışa bilərəm əslində, ancaq bu kompozisiya özü Elçin Məhrəmin yaradıcılığı haqqında çox söz deyil. İndi məndən soruşurlar ki, suallara cavab ver. Elə bəlkə suallara cavabımla və kompozisiya münasibətimlə başlayır. Bu kompozisiyada təkcə fikirlər Elçinin poeziyası ilə, sözlə ifadə olunmur. Həm də pantomim teatr elementləri gördüm mən orada. Pantomim elementlər gördüm hərəkətlərdə. Hətta skripka çalanın oradakı hərəkətlərinə siz fikir verirdiniz. O işığın düşmə effekti ilə, işıq kölgə effekti ilə orada çox maraqlı bir effekt yaranır. Film effekti bəlkə də ola bilər. Bu, indi Cavid müəllim daha yaxşısını bilir. Və Elçin müəllimin elə şeirləri seçilmişdi ki, burada həm ümid var idi, həm ümidsizlik var idi, həm vüsal var idi, həm ayrılıq var idi, həm zaman var idi, həm zamansızlıq var idi. Və bu kötük əslində zamanı da ifadə edirdi, edam kötüyünü də ifadə edirdi. Burada kəsilən ömür söhbəti də doğruydu, heykəlləşmə də doğruydu. Çünki o kompozisiyanın içərisində onun hamısı gedirdi, onun hamısı var idi. Çünki fərqli şeirlər seçilmişdi və fərqli insan taleyləri seçilmişdi. Və həm də öldürən cəllad, əlibaltalı cəllad burada insan obrazı ilə verilmiş zamanın obrazı idi. Çünki orada deyilirdi ki, zaman söhbəti. Zaman söhbəti isə Sovet ulduzu yaxasında olan Sovetin qırmızı bayrağı ilə hansı ki 37-də şairləri edam edirdilər. Zaman bax onunla çıxdı ortaya və o zamanın davamlılığı göründü bir növ. Davamlılığı göründü bir növ ki, bəzən zamanlar var ki, bəzən məkanlar var ki, bəzən ölkələr var ki, repressiyalar davam edir, şairləri edam edirlər. Bizim ölkədə belə şeylər şükür Allaha ki, müstəqil dövlətimizdə olmur, ancaq dövlətlər var, ölkələr var ki, hələ də belə şeylər var. Rejimlər var ki, hələ də şairi dilindən, filosofu dilindən asırlar, şairi sözündən vartalayırlar. Zaman idi burada. Bax, mən bu kompozisiyanı, bəlkə də aynı şeylər danışacaqdım. Bu kompozisiyanı görəndən sonra belə düşündüm ki, əslində gələcəyin poeziyası modern poeziyadır. Məsələn, burada bəlkə də xalqımızın daha çox xoşuna gələn ənənəvi şeirdən ibarət, mənim özümün ənənəvi şeirlərimdən ibarət hər hansı bir kompozisiyanı yaratmaq olmazdı. Yəni ki, mənim də bir tədbirim keçirilsə və Cavid müəllimdən xahiş eləsəm ki, kompozisiya hazırlasın, mənim də sərbəst şeirlərimi seçəcək, modern şeirlərimi seçəcək. Bax, bu adamda ümid yaradır ki, gələcəyin poeziyası modern poeziyadır. Elçin Məhrəmin yaradıcılığı həm poeziyadan, həm dediyimiz kimi nəsrdən və əsasən də dramaturgiyadan ibarətdir. Elçin bir növ dramaturgiyada, elə poeziyada da allegoriya ilə realizmin sintezinə gedir. Yəni Elçinin yaradıcılığında real obrazlarla yanaşı, allegorik obrazlar da var. Və onlar sintez təşkil edir. Təkcə təmsil kimi elə hamısı o ezop dili deyirlər də, hamısı allegorik deyil. Allegoriya ilə realizmi gəlir, kəsişir və həyatda olan insan, burada suallar oldu, həyatdan götürülən obrazlar, həyatda olan insanlar. Həyatdan götürülən obrazlar
yenə də həyatdan götürülən o Ezop dilindən gələn allegorik bir obrazla təmasda olur. Burada deyək ki, biz bunu Kafkada görürük, biz bunu Bulgakovda görürük, biz bunu Azərbaycan ədəbiyyatında Yusif Səmədoğlu'da görürük. Və bu sintezlər gedir və Elçinin yaradıcılığının mühüm tərəflərindən biri məhz budur və bunu gənc nəsil, gələcək nəsil üçün gələcək dramaturgiyada məncə belə olacaq, belə formalaşacaq. Bilirsiniz ki, indi burada əgər Filologiya Fakültəsinin tələbələridirsə, bilirsiniz ki, dünya dramaturgiyasının ən nəhəng simalarından biri Shakespeare. Mən də bu səhər Tolstoyun Shakespeare haqqında dediyi bir fikirlə rastlaşdım. Deyir ki, Shakespeare'in obrazları bəzən vəziyyətə uyğun danışmırlar. Vəziyyətə uyğun deyil onların nitqi. Bəzən atası ölür, bu elə söz danışır ki, atası ölən insanın hissi həyəcanı burada bilinmir. Bəzən elə yerdə uzun danışır ki, əslində orada qısa danışmalıdır. Və hətta Tolstoy deyir ki, mən bunu cavanlıqda demişdim, indi qoca vaxtımda oxuyuram, görürəm ki, elə cavanlıqda bunu mən düz hesab eləmişəm. Yəni, bir zirvə, deyək ki, dramaturgiyada, dünya ədəbiyyatında Shakespeare-dir, başqa bir zirvə Tolstoydur, Nəsirdə. Nəsirdə isə Tolstoydur. Bunu Tolstoy Shakespeare haqqında deyə bilər də, bəlkə də heç biz deyə bilmədik. İndi Elçinin əsərlərinin, dram əsərlərinin qəhrəmanları gələcək əsərlərinin qəhrəmanlarda, bugünkü əsərlərində də bu var. Mən istərdim ki, vəziyyətə uyğun danışsınlar, vəziyyətə uyğun nitq söyləsinlər. Yaranan situasiyaya uyğun olsun nitqləri ki, tamaşaçı inansın. Çünki tamaşaçı obraza inanmalıdır. Və Elçində artıq bu, deməli, məsələlər var yaradıcılığında. Mən bir əsərinə baxmışam. Orada çox maraqlı bir həyat hadisəsi, həyatla, cəmiyyətlə bağlı bir məqam çox fərqli bir kontekstdən, fərqli bir prizmadan baxaraq göstərilmişdi və əsərdən çox razı qalmışdım. Gənclərimizə uğurlar arzulayıram, çoxlu oxuyun, mütaliə, ədəbiyyat, əgər müəllimləri olacaqsınızsa, mən də ədəbiyyat müəllimiyəm, filoloqam, çoxlu mütaliə edin. Təkcə o hansı dərsi ki keçirsiniz, o proqrama düşənləri o ədəbiyyat kitabından götürüb siz gələcəkdə uşağa öyrətsəniz, o uşaqdan artıq heç nə bilməyəcəksiniz. Siz ədəbiyyatı oxuyarkən həm dünya ədəbiyyatını mütaliə edin, həm sizə imtihana düşən əsərləri mütaliə edin, həm imtihana düşməyən əsərləri mütaliə edin ki, ədəbiyyat sevdalısına çevriləsiniz. Bir ədəbiyyat müəllimi təkcə A, B, C və ya ki, buradakı suallardakı kimi, mən heç vaxt ona görə dedim, mən heç vaxt ədəbiyyatın test ilə, imtihanı ilə razılaşmamışam. Özüm test imtihanı ilə qəbul olmuşam. Elə bilməyin ki, o rüşvət dövründə ali məktəbə girmişəm. Yox, mən də ali məktəbə test imtihanlarından sonra girmişəm və yüksək balla girmişəm. Amma ədəbiyyatın testlə, imtihanına mən heç vaxt razı deyiləm, çünki ədəbiyyatın sualına A, B, C test sualı ilə cavab verilməkdir. Mən Elçin müəllimə uğurlar arzulayıram, növbəti yeni kitablar arzulayıram və gənclərə də çoxlu mütaliə arzulayıram və onu demək istəyirəm ki, onu demək istəyirəm ki, Elçin müəllim həm də novator olduğu kimi, həm də bu tədbiri ilə novatordur ki, Mingəçevirdə ilk imza günü təqdimat mərasimi keçirilir. İndiyə kimi ancaq ənənəvi təqdimat mərasimi keçirilir. Kitab imza gününə gələnlərdən kitab almalarını xahiş edirəm. Kitabı alırlar. Təbliğ olundu, dəstək. Tələbələrimizə, məsləhətimizə görə indi isə çıxış söz verilir. Model teatrın rəhbəri, tanınmış kino və teatr rejissoru Cavit Təvəkkül. Təşəkkür edirəm gəldiniz. Ədəbiyyata, sənətə belə dəyər verdiniz. Ondan başlamaq istəyirəm ki, Eşən müəllim çox gözəl söz dedi. Mütaliə. Görürəm ki, gənclər var burada və ilk növbədə ən böyük tövsiyəm odur ki, mütaliə edilməlidirlər. Məncə, dünya ədəbiyyatını, çağdaş Azərbaycan ədəbiyyatını, klassik ədəbiyyatı, söhbət Elçinə gəldikdə isə
ola bilsin ki siz burada şeir gördünüz. Amma fikir görənlər də var. Bu fikirdir, şeir deyil. Japonlarda belə bir eşəməmsə, eləməmsə, şeir deyirlər də buna. Belə bir janr var, belə bir stil var. Və məncə bu şeirdir. Yəni ağlığı var. Ağlığı nədən ibarətdir? Səmimiyyətdən, saflıqdan, təmizlikdən. Bu, həm də bugün gördüyümüz bu kiçik kompozisiya çox az bir gündə hazırladıq. Bütün aktyor heyətinə təşəkkür edirəm. Bütün aktyor heyətinə sağ olsunlar, var olsunlar. Mingəçevir Teatrına da təşəkkür edirəm. Bütün bu şəraiti yaratdığına görə. Bu bir ədəbiyyat bayramıdır. Vallahi. Ədəbiyyat sevərlərin bayramıdır. Poeziya sevərlərin bayramıdır. Kitab sevərlərin bayramıdır. Həm də bu yolla bəlkə biz özümüzə də, yəni modern teatr olaraq tamaşaçı yığa bildik. Özüm də reklam edib. Bu fikirlər, vizual fikirlərdir. Mən bir dəfə məşqlərin birində dedim ki, bu çox yaxşı bir qısa metrajlı filmlər ola bilər, bu fikirlər. Nə deyim, çox danışmayın, vaxtınızı alıram. Gəncsiniz, evə getməlisiniz, evdə valideynləriniz gözləyir. Təşəkkür edirəm hamıya, xüsusilə Elçinə təşəkkür edirəm üçün. Çox sağ olun. Yaşayın, yaradın, əzizlər. Var olun. Həqiqətən çox olur. Minnətdarım. Modern teatr rəhbəri Cavit'dən. Bir daha almışlar Cavit'dən. Söz verilir Azərbaycan Yaşlar Birliği'nin üzvü, Prezidentə qarşısı Nicat Ünal. Salam, bütün ədəbiyyat sevərləri salamlayıram, xoş gəlmişsiniz. Mən təşəkkür edirəm ki, dəyərli vaxtınızı ayırmışsınız, gəlmişsiniz. Əsas da ümid edirəm ki, Elçini sevdiyiniz üçün buradasınız. Elçinə bir dənə alqış. Elşən müəllim danışdı Elçin Məhərrəmin yaradıcılığı haqqında. Mən istəyirəm Elçinlə bu dostluğumuz haqqında biraz danışım. Elçinlə bizim dostluğumuz Adəmlə Həvvanın cənnətdə bu doğruladığı vaxtdan mən belə düşünürəm ki, qiyamətə qədər davam edəcək. Və biz ikimiz bir-birimizə köməkli bu yaradıcılıq yolunda irəliləmişik və Elçin də, mən də yeni bir əsər, yeni bir şeir yazanda həmişə bir-birimizlə məsləhətləşirik. Elçin çox ağır bir yoldan keçdi, həqiqətən, yəni o ruhsal və daxili sıxıntılardan keçdi. Bunu Elçin özü bilir, ən çox özü bilir, çünki insan ağrını birinci özü hiss edir. Və dostları, yaxınları onu başa düşürdü və onun yanındaydı və Elçin o ittihamların qarşısında dayandı və o yolu keçdi. Teatr Elçin üçün xüsusi bir şey kəsb edir həqiqətən və məncə Elçin teatrsız yaşaya bilməz, mən belə düşünürəm. Və elə Elçinin o çox ağır vaxtlarında Elçinə bir şeir həsr etmişdim. İstəyirəm onu sizin üçün oxuyam. Mən hər dəfə belə çox şeir həsr eləməmişəm və bir-iki adamlar bir də Elçinə bir şeir həsr etmişəm. Çox qısa bir şeirdir. Elşən müəllimin bir sözü var, o sizirləmiş şeirlər uzun deyil və çox qısadır. Mən səhrada tənha ağac, bəxtim qumlar arasında. Bir qarnı tox, bir qarnı ac, yaşa damlar arasında. Bu yolun sonu var mı, hey? Bu yer ruhuna dar mı, hey? Pərvanələr yanır mı, hey? Eşqdən şamlar arasında. Sən deyən deyil bu divan, sən deyən deyil bu divan, Məmməddən yaxşıymış divan, Tanrım, nə etsin bu cavan, pis adamlar arasında. Mən ümid edirəm ki, bundan sonra sənin ətrafında pis adamlar yox, yaxşı adamlar olacaq və işıqlı adamların ətrafında olacaqsan. Bir də almışlar gəlmişlər. Nəcəfə Kəndinin yaxın günlərdə Nicat bəyin də yeni nəşr olmuş kitabının imza mərasimi keçiriləcək, elan edəcək barədə.
Söz verilir Azərbaycan Yazıçılar Birliyi Mingəçevir filialının mətbuat katibi, yazıcı Şamil Həsən. Əvvəlcə hər kəs salamlayıram, xoş gəlmisiniz. Dəyərləndirib gəlmisiniz Elçin Məhərrəmi. Elçin Məhərrəmlə dostluğumuz uzun müddət davam edir. Elçin Məhərrəmin dostluğu, bizim Elçin Məhərrəmlə dostluğumuz ümumiyyətlə incəsənətin dostluğudur. Fürsətdən istifadə edib bir Bernard Shaw'dan bir aforizm çəkmək istəyirəm. Bernard Shaw deyir ki, əgər incəsənət olmasaydı, həqiqətin kobudluğu dünyanı dözülməz edərdi. Və Elçin Məhərrəmin incəsənət gücünü az öncə mən müşahidə edim. Bir daha düzdür, uzun müddət müşahidə edirəm və biz birbirimizi daim qiymətləndiririk, dəyərləndiririk. Demək olar ki, bir yerdə oluruq. Qısaca bir bayaq ki, kompozisiyadan bir nümunə çəkib, bayaq şairin boynu vuruldu kompozisiyada. Və təbii ki, o Elçin Məhərrəmin şeirindən götürülmə bir kompozisiyadır, bir təsvirdir. Və orada içimən daxil olmaqla hər kəs almışladı. Hər kəs. Şairin boynundan da biz sanki bir növ günaha əl çaldıq. Biz, baxın, incəsənətin eyni zamanda gücü nədədir? Şairin ölümünə də əl çaldıq. Və eyni zamanda cəllada da əl çaldıq. Cəllada da. Bax, incəsənətin gücü, incəsənətin potensialı budur. Yaşasın Elçin Məhərrəm, yaşasın incəsənət. İndi isə mərasimin ən xoş anına imza mərasimine keçirik. Oxucular müəllifə yaxınlaşıb kitablarını imzaladıqlarlar. Bugün burada bir kitabdan çox bir duyğu paylaşdıq. Ədəbiyyat insan ruhunun əbədi pəncərəsidir. Gəlin pəncərədən baxmağı davam etdirək. İştirak etdiyinizə görə təşəkkür edirik. Müəllifə isə yalnız ruhlar arz edirik. Çox sağ olun. Yaxınlaşa bilərsiniz. Zəhmət olmasa o eynəkdə buna bir dənə imza kitabı düşünürəm. Bəlkə gələcəyin şairin. Bir dənə filmənə yazdım. Sana sağ ol qızım, seni için gəlsən. Ben amma dedim. Keçi gəlsən. Nedir gidirsən? Daha təbriklər. Təşəkkür eləmişəm. Biri de bayağı kısa dedim, birinin içinde. Nətər kalmaz? Tamam.